Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib. Sonra Sümük İliyi Nəqli Mərkəzinin açılışı olub. Bildirilib ki, yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirmək məqsədilə yaradılıb. Mərkəzdə 6 xüsusi izolyasiya olunan palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır. Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılı hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil aferez bölməsində aparılır. Eyni zamanda qan bankı, eritrosit, trombosit, plazma və digər komponentlərin hazırlanması, o cümlədən qranulasit süspansiyonunun əldə olunması imkanına malikdir. Köçürmə xəstələrinin təhlükəsizliyi üçün işınlama və filtrləmə prosedurları mütəmadi olaraq tətbiq edilir. Qeyd edək ki, Sümük İliyi Nəqli Mərkəzi Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş donor orqanlarının transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısında dəyişiklik edilməsi haqqında qərara əsasən verilən lisenziya əsasında açılıb. Xatırladaq ki, sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan müasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstənin özündən avtoloji və ya donorundan alogenik əldə edilərək yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsəd xəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qan yaradıcılığını bərpa etməkdir.